Ölkəmizdə Almaniya istehsalı olan 100 ədəd təcili tibbi yardım maşını gətirilib. Bu avtomobillər müasir avadanlıqlarla yanaşı lazımi dərman preparatları ilə təchiz olunub. Bu çantada olan 200 dərman preparatının vasitəsilə təcili tibbi yardım maşınlarında xəstələrə müxtəlif ilkin tibbi yardımlar göstərilir. Bakı şəhər təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Rauf Nağıyevin sözlərinə görə bu nəqliyyat vasitəsini təkər üzərində klinikaya bənzədə bilərik. Onların üstünlükləri salonda quraşdırılmış avadanlıqlardır. Bunların üstünlükləri onların salonunda olan quraşdırılmış avadanlıqlardır və 200-ə yaxın gün ərzində hər bir həkim briqadası 200-ə yaxın dərman vasitələri, sonra sarğı materialları, digər köməkçi vasitələrlə təchiz olunur. Yəni bu çeşidlər ilbəil dəyişdirilir və bu il daha müasir dərman preparatları ilə biz təchiz olunmuşuq, müraciət olunub və bu müraciətə müsbət cavab olaraq təmin olunuruq. Bundan əlavə daha müasir monitorlardır, defibrillatordur, EKG aparatıdır, puls oksimetrdir, sonra süni tənəffüs avadanlığıdır. Yəni ağır xəstəni vəziyyətdən çıxartması üçün hər bir imkanı malik olan bir nəqliyyat vasitəsidir. Müasir sanitar avtomobilləri həm də onunla fərqlənir ki, fövqəladə hadisələr zamanı eyni anda 4 xəstəni daşımaq mümkün olacaq. Rauf Nağıyev onu da bildirib ki, Bakıda keçiriləcək beynəlxalq səviyyəli tədbirlərdə təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin yüksək səviyyədə təşkili məqsədi ilə zəruri işlər görülür. Sertifikatlaşıb bütün tibb işçiləri xüsusi kurslardan keçərək daha müasir tibb sahələrini öz profillərinə uyğun hazırlıq vəziyyətinə gətirilib. Nəinki təcili yardım xidməti, digər tibb müəssisələri də gücləndirilmiş vəziyyətdə çalışacaq. Bura həm xüsusi xəstəxanalar, sonra klinikalar nəzərdə tutulur, o cümlədən təcili yardım sistemi. Biz bilirik ki, Bakı şəhərinə çox saylı qonaqların gəlməsi, həm idmançıların, həm media işçiləri və bununla əlaqədar olsun ki, müraciətlər olsun və biz yüksək səviyyədə bu müraciətlərə hazır vəziyyətdəyik ki, tibbi yardım işini yüksək səviyyədə təşkil edək. Baş həkim əlavə edib ki, müasir təcili tibbi yardım avtomobilləri xidməti regionları da əhatə edir.